Bu güvən duyğusu, sevgi duyğusu, dəyər duyğusu, ədalət duyğusu, bunlar ümumiyyətlə insanı insan kimi saxlayan şeylərdir deyə düşünürəm. Və bunların üçün məndə ən yaxşı formalaşdıran şey kiməsə faydalı ola bilməkdir. Sənin bir özəlliyin var, məndə o yoxdur. Mən düşünürəm ki, mən sənə o mövzuda köməyə borcluyam. Mən belə düşünürəm. Hökmən deyil fiziki sənin üçün nəsə işləyim, eləyim, amma dəyər qata bilirəmsə, öyrədə bilirəmsə, məsləhət verə bilirəmsə və hər hansı bir şəkildə sənə bu mövzuda kömək ola bilirəmsə, bu must, mallı-məlli, etməliyəm. Bu mənim bir növ həyat devizimdir deyə düşünürəm. Düzdür, hər kəs mi bunun kimidir? Yox. Təəssüf ki, günümüzdə biraz mənəmçilik, egoizm çox yuxarı səviyyədədir ki, mən 10 ildir bunu edirəmsə, sən də get özünü öyrən, misal. Yox, elə deyil. 10 ildir mən bunu bilirəm, 2 ildir mən bunu bilirəm, 3 gündür mən bunu öyrənmişəmsə, başqaları da nəsə bilir, nəsə edir, nəsə öyrənir. Bu mübadilə prosesidir. Bu bizi cəmiyyət kimi, insan kimi, fərd kimi yaşadan bir şeydir. Bəli. Razıyam sən. Bizim budur. Faydalı olaq. Egoist olmayaq. Bir-birimizə kömək edək həmişə. Bəs hal-hazırda növbəti hədəfin